mən bugün Leyla Əliyevanın yox, başqa bir ünlü şairəmizin yaradıcılığına müraciət edəcəm. Bu isə trolların atası Əli Həsənovun həyat yoldaşı, ömürgün yoldaşı Sona Vəliyevadır. Sona Vəliyeva şairədir, müxtəlif kitabları çıxıb. O kitablar barəsində Sabir Rüstəmxanlı, onun indi deputat edilmiş xanımı Tənzilə Rüstəmxanlı böyük təriflər yağdırıblar. Yəni təkcə Əli Həsənovu tərifləməyiblər, onun xanımının yaradıcılığını da tərifləyiblər. Mən təzəcə bu yaradıcılığı ilə tanış olam, ona görə bilmirəm Sabir Rüstəmxanlının xanımı Tənzilənin dediyi fikirlər nə qədər əsaslıdır. Heç hələ ki o fikrim yoxdur. Sadəcə Sona Vəliyevanın iki şeirini burada qısa şərhlərlə nəzərinizə çatmaq istəyirəm. Bilirsiniz ki, Əli Həsənov da Azərbaycan demokratiyasının belini qıran qatı ramizçilərdəndir. Onun gönlünü bir dəfə soyublar, əlindəki malı, mülkü alıblar xeylağın. Amma deyəsən, nə qədər qaşısalar da hələ də qalır. Gözlənilir ki, yenidən onu çarmıxa çəkəcəklər, çox da əcəb eləyəcəklər. Çünki bu adam Azərbaycanda siyasətin çirklənməsi üçün çox məhsuldar formada çalışır və Sona xanımın toxunduğu ordenləri, medalları da həmin o çirkin fəaliyyətinə görə. Sona xanım, mən bu şeirləri onun saytından götürmüşəm. Sona xanım bu il yazıb ki, başımın tacı, bugün sənin 65 yaşın tamam olur. Səninlə bərabər, bu şeir deyir hələ, səninlə bərabər hər gələn yeni gün tanış olduğumuz gün kimi əzizdir. İnşallah 100 illik jubileyində sənin haqqında daha geniş söz deyəcəm. Hələ qarşımızda bir ömür durur. Heç kimin ömrünə qarışmaq istəmirəm. Bilmirəm, Əli Həsənov bu vəziyyətlə 100 il yaşamaq istəyir, istəmir. Onun başında indi elə turplar əkirlər ki, Sona xanım, məncə o hər gün özünü ölüm arzulayır. Elə ona tənələr yapışdırırlar. Özdə bizim hamımıza kimsə lağ eləyə bilər, tənqid eləyə bilər. Amma dünənə qədər sənə ayaqqabını bağlayan, əlini, ayağını yalayan, öpən adamlar sənin üstünə çımxıranda, sənə alçaldanda yaşamaq çətin olur. Ona görə indi 65 yaşı, 35 il bu cür məşəqqətlə Əli Həsənova uzun ömür diləmək heç də xoş görünmür. Şeir belə adlanır ki, əlini çəkmə əlimdən. Bilmirəm, Əli Həsənov niyə görə əlim ondan çəkmək istəyir. Bir ara ürəyi falan xəstələnmişdi, bəlkə o mənada yazıb ki, ölüb getmə. İlləri əl-ələ verib gəlmişik, əlini əlimdən çəkmə, nə olur? 5 dənə onluğun sadə misalın əzaba, zəhmətə bölünməyi var. Vətəndaş ömründən alim ömrünə. Bu da alim idi. Hesaba gəlməyən qayğılar durar. Bir ailə ömrünün ötən anları, yarı kitabxana, yarı yollarda. Dünyanın çalışqan tələbəsisən, nigaran qadını mən idim onda. Soyuğu istini uzaq ellərin əlimə üzümə gəlib çatardı. Bir evin, ocağın əziz tikəsi sən gələn zamana vaxta qalardı. Biz varlı deyildik, dipdə yeyirdik. Dövlətli qonşuya, pullu dostlara bu evdə heç nəyin olmayan vaxtı sevgi bəxş edərdik pay umanlara. Deyəsən, bu kasıb vaxtlarından yazıb, deyir ki, varlı deyildik, dipdə yeyirdik. Dövlətli qonşularımıza, pullu dostlarımıza isə evdə heç nə olmasa da sevgi bəxş edərdik. Pul olandan sonra nə sevgi verə bildiniz, nə bir şey verə bildiniz. Verdiyiniz ancaq zəhər-zəhrimar oldu bu Əli Həsənovun sayəsində. Troll yaradıcılığı oldu. İndi ondan özünüz də yiyin. Nə deyim? Hərdən də
küstüm, incidim, üzünə gəlmədim, qəlbə yük olar. Bəzən qayğılara bələnən ömrüm, itmiş ayı, günü bizi haraylar. Bəzən də içimdə asılan giley ünvana yetişməz havada qalar. Bir təhər yaşadım indiyə qədər, sənə bundan sonra ehtiyacım var. Sənə bundan sonra ehtiyacım var. Olub olmayanı kimsə bilmədi, yarıya böldüyün paproslarının kül yeri, köz yeri ürəyimdədir. Yəni, burada mən özümüzə bir mesaj götürürəm ki, Sona xanım deyir ki, siz bilmirdiniz olub olmayanı, əlim paproslara cal yerdi, onun kül yeri də mənim ürəyim idi, köz yeri ürəyim idi. Neyləyim, izahı yoxdur bu sirrin, hak yazan, bəxt yazan, sevgi payımsan, bəzən uşaqların ən ərköyünü, ən əziz, ən sözə baxmayansan. Durmusan sevginin astanasında, hələ qarşımızda bir ömür durur, illəri əl-ələ verib gəlmişik, əlini əlimdən çəkmə, nə olur? Çəkmə əlim. Amma mən qorxuram ki, sizi əl-ələ görüb Azərbaycan hökuməti insafsızdır. Sona xanımı da repressiyaya məruz qolar. Sən özünün çox pis ənənəni yaradanlardansan Azərbaycanda, siyasi fəalların, siyasətə dəxli olmayan, ictimai siyasi prosesdə iştirak eləməyən yaxınların, xanımların, qadınların şərləməkdə mahir olubsan. İndi gözdə ki, səndən əlini çəkməyən Sona xanımı da sənə qatıb versinlər fələyin çarxına. Daha bir şeirini oxuyuram Sona xanımın. Sona xanım, görürsən də, bax, vaxtı ilə sən vəzifədə olanda sənə tərif yağdıranlar şeirlərin barəsində qalaq-qalaq yazırdı, amma hamısı indi qaçıb gedib, Natiq Əbdov sənin daimi tənqidçin yaradıcılığına biganə qalmır. Bu efir vasitəsilə şeirlərini geniş ictimaiyyətə təqdim edir. Adi qayğılardan bezmişəm daha. Şeir belə adlanır və Əli Həsənova həsr olunur. Buna Leylin tipik burjuva xəstəliyi deyilir də, adi qayğılardan bezib. Adi qayğılardan bezmişəm daha. Gəl günün özündən gün uğurlayaq. Uğurluğu bacarırsınız. Aşaq yaş həddini, ömür həddini, bircə gün, bir başqa ömür yaşayaq. Yağışa, küləyə, qara qoşulaq, çıxaq adiliyin çərçivəsindən, bir ömrün, bir evin qayğı selindən, qohum küsündən, dost küləyindən, köç edən quşlara qoşulub gedək. Qohumlar deyəsən bunlardan küsüb dostlar da gileylidir və ona görə Sona xanım deyir ki, quşlara qoşulub gedək. Deyəsən gediblər amma da, Türkiyəyə gediblər. Yox. Amma getməyibsə, indi getməyə sizə heç kim imkan verməyəcək. Ərəb Zənci kimi Dövlət Gömrük Komitəsi, Sərhəd Xidməti sizin gedişinizə stop qoyacaq ki, əlinizdə, cibinizdə nə var, hamısını dövlətimizin şanlı büdcəsinə köçürsünlər. Bir girdə dünyanın çevrəsini aşaq, yuxu tək, nağıl tək, sirrə bələnək, unudaq bəndəlik qayğılarını, bir an ağaca, çiçəyə dönək. Dönün. Görək hansı ömür daha gözəldir, görək hansı ömür daha bəxtədir. Ağac da, çiçək də dərd çəksə onda, ağac ol, insan ol, nə fərq edər? Burada artıq görsən, ağac və çiçək olmaqdan əl çəkmiş. Deyir, onlar da dərd çəkəcəksə, onda bir şey dəyişməyəcək. Dərdin içində yazıqlar batıb gedirlər. O məşhur filmdə deyildiyi kimi, varlılar da ağlayırlar. Div canı saxlayan şüşrədir ruhum. Qorumaq sənə də, mənə də əzab. Qeybətdə, qayğıda itib batırıq, bir ömrün adilik səddin aşmasın. Qeybətdə, qayğıda itib batırıq, bir ömrün adilik səddin aşmasın. Burada da görürük ki, Sona xanım
qeybətdən, nə bilim, qayğıdan itib batır. Ona görə bezib, təngə gəlib. Bu qədər, əziz tamaşaçılar. Sağlıqla qalın. Növbəti proqramda sabah daha yaxşı mövzularla həmsöhbət olarıq. Yayımı bəyənməyi, paylaşmağı, kanala abunə olmağı da unutmayın. Bunu edərsə sizə əlavə minnətdaram indidən.